Burada hansı ədəd verilmişdir? Birinci ədədi götürək. Səsdə yenə deyirəm, görüntü problem olsa mütləq deyil. Deməli, hansı ədəd götürülübdür? E, 7, 3. Bu hansı say sistemindədir? 16-lıq say sistemindədir. Biz bunu sürətli qaydada keçirməliyik kilit say sisteminə. Kilit say sisteminə sürətli qaydada keçmə qaydası necədir? Baxaq müəllimlər. Biz burada hansı say sisteminə keçməliyik? Sürətli qaydada kilit say sisteminə keçid eləməliyik. Bundan ötürü biz götürüb ədədi 16-lıq say sistemindən e, belə deyim, digər say sistemlər deyilində nəzərdə tutulur. 10-luğa keçirim, oradan bölüm 16-lığa keçirim. Çox vaxtımız gedər, həqiqətən. Baxaq, burada qısa qaydada bildiyimiz kimi orta məktəb dərsliyində də var. Əgər biz 16-lıqdan 2-liyə keçmək istəyiriksə, hansı qaydadan istifadə edirik? 8, 4, 2, 1 qaydası. Baxın müəllimlər, bu qaydada 4 dənə rəqəm var. 4 rəqəm olduğunu, bunu niyə 4 rəqəmlə yazırıq? Çünki 16 əslində 2 üstü 4 deməkdir. Üstü ifadəni götürürük və rəqəmlərlə ifadə edirik. Baxırıq, E-ni yazırıq. Müəllimlər, 16-lıq say sistemində hansı rəqəm ifadə edir? Yəni başlamaq. 1, 4. A, bəli, 17, B, 11, C, 12, D, 13, Y, 14, F'də hər bildiyimiz kimi 15 ədədini ifadə edirdi. Burada Y ədədi 14 ifadə edir. Yəni Y bütöv şəkildə 14-dür. Biz 14-ü almaqdan ötürü bölürük 4 hissəyə. Yazırıq 8, 4, 2, 1. Baxın, burada 14 almaqdan ötürü mən 8-i də götürməliyəm. Baxın. 12, 2-nin üzərinə gəlməliyəm ki, mənə nə versin? 14 ədəd versin toplamda. Baxın, burada vurur. 8 dəfə 1, 8. Üstə gələk. Hansını ki, aşağı hissəsindən 1 yazırıq, bu toplama demək. 4 dəfə 1, 4. Üzərinə əlavə elədik. Yəni, bu hissələrdən aldığımız ədədlərin hər birini toplayırıq. Orta hissədən toplayırıq, alt-alta vururuq bir-birinə hamısını. 4 dəfə 1, 4. 1 dəfə 2, 2. Onun üzərinə gəlirik, 0. Baxın, burada artıq hansı ədəd almış olur? 14. Deməli, əslində yazdığımız Y rəqəmi Y. İkili say sistemində hansı rəqəmi ifadə edir? Baxın, 1, 1, 1, 1, 0. 1, 1. Baxın, buradakı rəqəmlər. 1, 1, 0. İndi müəllimlər, növbəti ədədimizə baxaq. Növbəti ədədimiz 7-dir. 7 nə gənə 4 hissəyə ayırırıq. 8, 4, 2, 1 yazırıq. Baxın, burada da 7 almaqdan ötürü, təbii ki, 6, 7. Bunların indeksinə 1 yazarıq. Burası 0. Deməli, 0, 1, 1, 1 biz üçün hansı ədəd ifadə edir? 7. Burada da 0 üstə gələr 1, 1 üstə gələr 1, üstə gələr 1. Baxın, bu birlərin yerinə hansı rəqəmləri yazırıq? 4, 2, 1. Bunu da toplayanda bizə 7 verir. Deməli, əslində burada 0, 1, 1, 1 ədədiymiş. Bunun da arxasından yazırıq. 7 bərabərdir 0, 1, 1. Sonra müəllimlər, növbəti ədədimiz bir dənə 3 qalır. Növbətdə 3 ədədini tapaq. 3-ü tapmaqdan ötürü yenə 4 yerə ayırırıq, çünki 16-lıqdadır. Yazırıq 8, 4, 2, 1. Agim müəllimlər, burada nə edərik? Hansı rəqəmin altından 0, hansından 1 yazarıq? Zəhmət olmasa deyin. ilə birə bir düşür qalanlarına. Əla. Bəli. Əla. 2 ilə 1-ə 1 yazırıq. Qalanlarına 0. 0, 0, 1, 1. Bu qaydadan. Deməli, 3 ədədi də 0, 0, 1. Baxaq müəllimlər. Y-yə almışdıq hansı rəqəmləri? 1, 1, 1, 0. 7-yə almışdıq. 0, 1, 1, 1. 3-ü almışdıq. 0, 0, 1, 1. Bunları almışdıq. Bu bizim Y, 7,
3. Baxın 16-lıqda olan ifadəmiz. 2-yə çevirdik. İndi biz nə etməliyik? Bundan sonra 29F-i gətirib 2-yə çevirməliyik. Bunu da eyni qayda ilə yazırıq. Təmizləyək, səliqə ilə yazırıq. Dərsin videosunu qrupa atacağım müəllimlər. Videonu yıldırın bir də baxın. Əgər yadınızdan çıxıbsa, çətin hissədirsə, bir də baxın bu hissələrə. Baxın. 29 F 16. Birinci hansı ədədi götürürük? 2-ni götürürük. 2-ni də yenə 4 ayırır. Çünki 16-lıqdadır. 16-lıq bayaq dediyimiz kimi 2 üstü 4. Yazırıq 8, 4, 2, 1. 2 rəqəmini almaqdan ötürü gərək buna da 0 yazın, buna da 0 yazın, ancaq buna 1 yazın, buna da 0. Deməli, rəqəmimiz 0, 0, 1, 0. Bu qaydada alınır. 9 almaqdan ötürü belə yazaram. 8, 4, 2, 1. Amma eləməliyəm, burada hansıları götürərəm? Burada hansının altından 0, hansının altından 1 yazaram? Deyə bilərik. Deməli, burada 8-in altından 1, 4-ün altından 0 yazmalıyam. Çünki 8 ilə 4 13 eləyir, 9-u keçir. Burada da yenə 0 yazmalıyam. Çünki 9-dan yenə 11 eləyir. Baxın, bir də 1-i götürməliyəm ki, burada 8 və 1-i toplayanda 9-u biz üçün versin. Deməli, növbəti ədədimiz 1, 0, 0, 1 alınır. Sonra baxaq F-ə. F-i də yenə 4, 4 ayırırıq. Bu dəfə yazırıq. 8, 4, 2, 1. F ədədi biz üçün 15 ifadə elədiyinə görə müəllimlər 8 ilə 4 bizə 12 verir. Üzr istəyirəm. 8 ilə 4 bizə 12 verir. Üzərinə 2, 14, bir də 15. Deməli, bunların hamısını götürməliyəm. Bunların hamısına 1 yazmalıyım ki, bizə hansı ədədi versin? 15-i versin. 1, 1, 1. Bu qayda. Yazmalıdır. Hə, bir dənə yazmalıyım. Bu ədədləri hər birinə yazın. Rənglər götür. Deməli, müəllimlər, indi biz nə etməliyik? Bu 2 dənə ədədi toplamalıyıq. Yəqin ki, say sistemlərinin toplanılması mövzusunu xatırlayırıq. Say sistemlər kimi eynən yazırıq, alt-alta toplayırıq. Yazaq rəqəmlərimizi. Baxın, buranı təmizləyək, yazılan rəqəmimizi yazaq. Ədədləri səliqəylə alt-alta toplayaq. Deməli, rəqəmlərimizin sayı eyni. Diqqətlə yazmalıyıq ki, bu tip misallarda rəqəmlərdə səhv eləməyin. Rəqəmlərdə hər hansı bir xırda səhv eləsək, misalımız səhv alınır. Bu qaydada. Baxın, müəllimlər, ikili say sisteminin toplanılması qaydasından istifadə edib toplayırıq. Mən burada yavaş-yavaş yazıram, vaxtımız çox gedir. Amma imtahanda siz tez-tez yazın ki, vaxtınız çox itməsin. Baxın, 1-in üzərinə 1 əlavə eləyəndə neçə eləyir? 1-in üzərinə 1, 2 eləyir. 2 axı ikili say sistemində 2 ədədi yoxdur. Ona görə nə edirik müəllimlər? Bəli. 2 çıxır. Əla, bəli. 0 yazır. Bəli. Mən izah edə bilərəm, belə müəllimə, yoxsa? Bəli, buyurun, deyə bilərsiniz. 2 çıxılsın, 1 vurulsun, 2. Bu bizə nə verir müəllimlər? 0. Buradakı 1 nəyi bildirir? Buradakı 1 onu bildirir ki, yadda saxladığımız ədəddir. Baxın, bu yadda saxladığımız ədəddir. Yəni, daxilində 2-nin daxilində 1-in yerləşdi. Neçə dəfə yerləşirsə, onu yadda saxlayırıq. 0 isə nəticəni yazırıq altından.
Ümumiyyətcə, ikili say sistemində gördünüz, 2 dənə 1 varsa, 2 eləyirsə, həmişə 0 yazın, 1 yadda saxlayın. 3 eləyirsə, 1 yazın, 1 yadda saxlayın. Yəni, belə yadda saxlasa çox sadədir ikili say sistemlərin toplanılması qaydası. Magistr imtahanlarında daha çox istifadə olunur belə say sistemlərinin toplanılması və vurulması qaydasından. Baxın, 1-in üzərinə 1 əlavə eləyəndə 2 eləyirdi. 2 ikili say sistemini yaza bilmirik, çünki ikili say sistemində 2 yoxdur. Yazırıq. 2 çıxılsın, 1 vurulsun, 2 bərabərdir 0. Əslində müəllimlər, bu bizim gündəlik istifadə etdiyimiz onluq say sistemlərinin sadə toplanılması və çıxılması qaydası oldu. Yəni toplama, çıxılma, vurma, bölmə hamısı adi bizim onluq say sistemində istifadə etdiyimiz qayda kimidir. Bu da eynən onun kimi yoxlaya bilərsiniz. Bütün say sistemlərində də və ödənilir. Bütün say sistemlərində qayda belədir. Sonra 1-in üstə 1 əlavə edirik. 2, 1 yaddaydı, 3. Baxın, dedik ki, əgər 3-lüsə 1 yadda saxlayırıq. 3 çıxılsın, 2 vurulsun, 1. Nə qalır nəticədə? 1. Deməli, 1 yazırıq, 1 yazırıq. Bax, bu 1-i də yadda saxlayırıq. 0-ın üzərinə 1 əlavə eləyəndə 1, 1 də yaddaydı. Yenə təkrar yazmıram bir də. 0 yazırıq, 1 yadda saxlayırıq. 0-ın üstə 1, 1 yaddaydı, 2, 0 yazırıq, yenə 1 yadda saxlayırıq. Baxın, bu qaydadan istifadə elədim. 1-in üstə 1, 3 eləyir, 1 də yaddaydı. 1 üstə 1, 2 eləyir, 1 də yaddaydı, 3. 3 yaza bilmirəm, 1 yazıram, yenə 1 yadda saxlayıram. 1-in üzərinə 0 əlavə eləyirəm, 1. 1 də yaddaydı, müəllimlər, neçə eləyir? 2. 2 yaza bilmirəm, 0 yazıram, 1 yadda saxlayıram. Yenə, burada da yenə 2 eləyir. 0 yazıram, 1 yadda saxlayıram. Burada da 2 eləyir. 0 yazıram, 1 yadda saxlayıram. Burada da 0 eləyir. 1 yaddaydı, yerinə yazıram 1. 1-in üzərinə 1 əlavə edirəm. 2, 2 yaza bilmirəm. 0 yazıram, 1 yadda saxlayıram. 1-in üzərinə 0 əlavə edirəm. 1, 1 də yaddaydı. 2, 2 yaza bilmirəm. 0 yazıram, 1 yadda. Burada da 1 eləyir. Üzərinə 1 yaddaydı, əlavə edirəm. 2 eləyir müəllimlər, 2 yaza bilmirəm. 0 yazıram və 1 yadda saxlayıram. Və sonda baxıram ki, burada artıq əməliyyat dayanır. Ədəd yoxdur. Ona görə 1 gətirib, burada qarşısında yazın. Aydındır. Baxın, bu ədəd almış oluram ikili say sistemində. Bu ədəd hansı variantdadır? 3 dənə 0-la bu variantdadır. Baxın, bu variantdadır. Cavab bu aldı. C variantı. Çalışın, müəllimlər, bu tip hesablamaları tez-tez həll edin ki, daha yaxşı müəllimiziyək. Burada isə müəllimlər müxtəlif say sistemlərinin toplanılmasıdır. Müxtəlif say sistemlərinin toplanılmasını icra eləməkdən ötürü mütləq neynəməliyik? Bu say sistemlərində olan ədədləri hansı say sisteminə istəyirsə, ən rahat qayda budur ki, o say sisteminə gətirək. Baxın, 1, 0, 1 hansı say sistemindədir? İkilikdədir. Bunu gətirək onluq say sisteminə. Yazarıq 2, 2, 1, 0. 1 vurulsun, 2 üstü 2, üstə gələk. 0-ı vurmanın mənası yoxdur, əslində yazmaya da bilərsiniz, amma izah üçün yazıram. 2 üstü 1, 1 vurulsun, 2 üstü 0. 2 üstü 0 bizə 1 verir. 2 üstü 2, 4, burada 4, üstə gələk. 2 üstü 1 bizə nə verir? 2, burada da 1. Burada artıq 1, artıq 7 ədədini almış olur. Tələsdim, cavabı yazdım. 7 ədədini almış olur. Sonra baxaq 16 say sistemində. 6, A, 8. Baxın müəllimlər, hərdən müəllimlərimiz deyir ki, A-nın yerinə 10 yazaq, 10 yaza bilməliyik. Əgər 10 yazsa, o 16 say sistemində 10 demək deyil, 1, 0 deməkdir əslində. Aydındır. Yazaq. Eynən, baxın, eynən bu qaydanı. Baxın müəllimlər, burada necə ki, bu qaydanı tətbiq elədik, bütün say sistemlərinə görə keçərlidir. Say sistemlərin toplanılması, çıxılması, vurulması, bölünməsi qaydalarında da eynən onluq say sistemində. Əslində biz gündəlik həyatımızda elə hesablama, çıxma, yəni ümumiyyətcə riyazi əməllərlə işləyəndə əslində elə say sistemlərinin qaydasını icra eləmiş oluruq. Aydındır. Yəni bu öyrəşdiyimiz onluq say sisteminin əslində qaydasıdır. Sadəcə gətirib digər say sistemlərində ifadə edirik. Burada yazırıq. 2, 1, 0. 6 vurulsun. 2 üstü. Düzmü yazdım müəllimlər? 2 üstü yazmalıyam. Sizcə harada səhv elədim? 1 üstü 2. Yok. 6 bırak 2 üstü 1. 10 üstü 2. Necə? 16 üstü 2 olardı. 6 bölü 16 üstü 2.
Bəli. 6 vur 10 üstü 2 valla. Yox, 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 yox müəllim. Niyə yaddan çıxartmışıq? 10 üstü 2 yox, 16. Söhbət 16-lıq say sistemindən getdiyinə görə. Ha 16'ymış. 12 vurucu o zaman ona. 16'ymış ha. Bəli. 16 üstü 2. 16 üstü 2 yazırıq. Üzərinə əlavə edirik. A ədədi müəllimlər bütöv şəkildə 10 yazırıq. Biz onu 1 və 0 kimi ayıra bilmərik. 10 yazılsaydı, hə, onda ayırardıq. İndi bütöv yazırıq. 10 vurulsun. 16 üstü neçə yazırıq? 1. Üzərində 1 var. Üstə gələk. Yenə yazırıq. 8 vurulsun. 16 üstü 0. Ümumiyyətcə müəllimlər 16 üstü 0 olsun. Hansı rəqəm olursun? 8 üstü 0, 2 üstü 0 fərq etməz. Üstü 0 riyaziyyatdan bildiyimiz kimi bizə həmişə 1 verir. Aydındır. Burada da müəllimlər baxırıq. 16-nın 6-ya vururuq. Bunu kalkulyatorla bizə imtahanda da kalkulyator verirlər. Yəni vaxtımız itməsin deyə kalkulyatorla indi yazıram mən. Siz də yəni kalkulyatorla imtahanda yaza bilərsiniz. Yəni icazə var, bizə kalkulyator verilir. Çalışın da istifadə eləyin ki, vaxtınız çox itməsin. Deməli 16 vurulsun. 256. 256'nın da 6'ya vurunca o neye verir? 16 hə. İndi kalkulyatorda hesablayaq ki, vaxtınız çox itməsin. Vurulsun 6. 1536. 1536 göstərdi kalkulyator. Onun da üstünə gələk 160, onun da üstünə gələk 8. Onun da üzərinə 160, onun da üzərinə 8. 1704. Burada da aldı 1704. Diye. Bunda hansı hədəfdir? Hə, 231-i 8-liyə çevirməliyik. 231-i 8-likdən 10-luğa çevirir. Burada da baxın, yeni qaydanı tətbiq edirik. 2 vurulsun, indekslərin üzərinə yazırıq. 2, 1, 0 yazırıq. 2 vurulsun, 8 üstü. Baxın, 2, çünki 2-nin üzərində 2 var. Sonra vurulsun, 3 vurulsun, 8 üstü 1, üstə gələk. 1 vurulsun, 8 üstü 0. Baxın, yenə baxın, 8 üstü 0 bizə 1 ədədini verir. Yazırıq. 8-ə də 8. 64, elə bir 100, 128. 128-in üzərinə də 8 əlavə edirik. Alsın, vaxtımıza qədər. Deməli, 64. Üzərinə əlavə edirik. Altı. Bunda bu size gelir. Bunda ise bu ədədləri toplayırıq. Alınan ədədi də qeyd edirik. Oldu. Yəni bundan sonraki texniki prosesdə 7-dir, 1704-dür, 153-dür. Bunları toplayırsınız, bu variantı alırsınız. Bu qədər. Keçən növbəti misalımızı. Ben de paylaşım baxaq.
Əsas mənbələr nəyə diqqət eləməliyik? Biz Python-a çalışın, Python suallarını diqqətlə həll etməyə çalışın. Bir də qrupda dərs başlayanca mütləq misalları həll edin. Və Pythonda yenə də defdə səhv çıxdı. Yenə mən onu başa düşmədim nədənsə. Hə, indi ekranda paylaşım. Baxın. Farkındır. Nəmlər, def funksiyasında nə qeyd eləmişik? Def funksiyası varsa əgər, proqram, def ümumiyyətcə proqramda hansı işi görür? Təyinatı nədir defin? Nə deyə bilərik defə? Bax, return Alt proqram belə bir şey. alt proqramı çağırır. Def alt proqramı çağırır. Bəs return funksiyası nədir? Return hansı işi görür? Return hansı işi görür? Əgər misalda return varsa bu nə deməkdir? Return aldığı qiyməti qaytarır, belə bilirəm, amma necə qaytarır, hara qaytarır onu bilmirəm. Yox, deyirik ki, əgər misalda return varsa, bu nədir? Bu yazdığımız misal nədir? Return varsa. Misalımız funksiya. Bəli, Funksiya. funksiyadır, bəli. Bəli. Return açar sözü yoxdursa, funksiya deyil. Def açar sözüdür. O return açar sözünə görə elə bir ki, işi icra edir. Bəli. Bu misala baxaq, sonra keçək deflərə, əsas defləri izah edək. Baxın müəllimlər, bu misal indi ekranda paylaşıram. Din imtahanında istifadə olunmuş misallardandır. Din imtahanında istifadə olunmuşdur bu misalda. MİQ imtahanında keçən il səhv eləmirəmsə istifadə olunmuşdu bu sualda. Paylaşım. Bir də o arxivin məsələsi var idi. O da biraz çətinlik yaratdı mənim üçün. Hansı misal müəllimə? 20% sıxışdırılma var idi, arxiv məsələsi. Orada cavabı ala bilmədim. Bu misalları hansı qaydada həll edirik? Bunlar əslində say sistemlərinin, bu misallar əslində say sistemlərinin ümumi strukturuna əsaslanır. Baxın, burada neçə dənə simvol var? 0, 1, 2, 3, 4, 5. 5 dənə simvol var. Bu simvollar neçə ədəd? 6 ədəd. 6 ədəd olduğuna görə, baxın müəllimlər, say sistemlərinin belə deyim, əsasını nə təşkil edir? Nəyə görə biz say sistemlərini, nəyə əsasən adlandırırıq say sistemlərini? Baxın, niyə buna ikili say sistemi deyirik? Çünki burada 2 dənə ədəd var. 0, 1. Niyə 8-li say sistemi deyirik? Burada çünki 8 dənə ədəd var. 0, 1, 2, 3 və s. 7 də daxil olmaqla 8 dənə ədəd var. 16-lıq da 12. Niyə 16-lıq deyil? Çünki orada 0-dan 15 də daxil olmaqla
16 dənə ədəd var. Ona görə deyirik ki, say sisteminin əsası nəyə əsaslanır? Say sistemində iştirak edən rəqəmlərin sayına. Neçə dənə rəqəm varsa, həmin say sistemi rəqəmlərin sayına görə adlandırılır. Burada da müəllimlər, baxın, 6 dənə rəqəmdən istifadə olunubdur. 6 ədəd rəqəmdən istifadə olduğuna görə bu hansı say sistemidir? O 6-lıq say sistemi. 6. Bizə deyir ki, simvoldan ibarət bir əlifbada 3 rəqəmli bütün ədədlər yaradılır. Verilmiş ədəd, aşağı ədədlər aşağıdakı artma ardıcılığı ilə düzülür. Deyir, 432 ədədinin sıra nömrəsini müəyyən edin. Baxın müəllimlər, 432-ni yazmaqdan ötürü baxırıq. 4, 3, 2. Bunların ardıcılıqları hansı qaydada yazılıbdır 432-nin? Bizə deyir ki, sıra nömrəsini tapın. Baxın, 432 ədədini deyirsə, buradan 4-ü götürürük. Baxın, 4. Sonra 3, sonra 2. Bu ədədləri götürürük. Bunların hər birinin hansı say sistemində ifadə edirik? 6-lıq say sistemində ifadə edirik. Sonra adi qayda ilə bu ədədləri götürürük. 6-lıq say sistemindən hansı say sisteminə keçiririk? 10-luq say sisteminə. Bu ədədlər 10-luq say sisteminə keçirdikdən sonra hansı ədəd alınırsa, o ədədin üzərinə əlavə edirik 1-i. Niyə 1-i əlavə edirik? Çünki nömrələnmə həmişə birdən başlayır. Aydındır. Nömrələnmə həmişə birdən başlayır. Ardıcılığı bu qayda ilə həll edin. Alınmasa mütləq bir də soruşun. Oldu. Vaxtımızı çox itirməyək hesablamalarla keçək əsas Python misallarına. Çünki onlar biraz vaxt aparandır. Onlar biraz cəld həll edəcək. Bir də müəllimə siz demişdiniz, hansı misal demişdiniz, səhv eləmirəmsə, çevrilmə ilə bağlı olan misal idi. Hə, sıxlaşdırma. Hə, indi onu da izah eləyək, keçək Python misallarını. Bir də müəllimlər, 14-cü misal deyirdi ki, Azərbaycan əlifbasının 32 hərf böyük hərfindən düzəlmiş, yəni böyük hərfdən ibarət 4 simvolu sözü kodlaşdırmaqdan ötürü hər bir simvolda mümkün deyil minimal bit sayı ilə kodlaşdırılır. Neçə bit tələb olunur? Burada müəllimlər 4 simvoldursa, bir simvolun payına 5 bit düşür. Niyə 5 bit? Çünki 32 hərfli deyirsə, 32, 2 üstü 5-dir. 2 üstü 5 olduğuna görə burada bir simvol yaddaşda 5 bit yer tutur. Bir simvolda yaddaşda 5 bit yer tutduğuna görə yazırıq burada neçə bit? Təbii ki, 20 bit. Yəni misal 20 bitdən ibarət. Cavab 20 bit alınır. Sağ olun. Xəritədə 256 rəngdən istifadə olunur. Baxın, 256 rəngdir. 256 rəng çalarıdırsa, burada rəng dərinliyi neçə olar? Harfli üstünü tətbiq edilir. 256, 2 üstü neçədir məndə? 2 üstü 8. Nazlı müəllimə, sizdən bir şey xahiş edim. Bu videonu yazıb sonra qrupda paylaşa bilərsiniz. Təkrar bir də baxarıq üzərindən. Bəli, əlbəttə. Qayda olunur video.
Dərsdən sonra Bəli. avtomatik YouTube kanalına yüklənir. Oradan hansını istəsəz digər dərslərdə girib baxa bilərsiniz. 256 Çox deyəcək, siz sağ olun. 256 rəqçalarına malikdir. 256 rəqçalarına malikdirsə, burada bir rəng, baxın bir rəngə, yəni bir pikselin payına düşən rəng 8 bitdir. Təbii ki, məmnunlar, bu da bitlə ifadə olunurken cavabı həmişə bitlə alır. Baxaq piksellərimizə. Piksellərimiz 256, yəni 2 üstü 8-in 2 üstü 9-a nisbətindədir. Bunu da təbii ki, vururuq. 2 üstü 3-ə. 2 üstü 3 bitə. Yəni rəng dərinliyinə vururuq. Deyir ki, cavabı deyir ki, alınan həcm, təsvirin deyir həcmi 20% sıxlaşdırıldıqdan sonra informasiyanın həcmi neçə kilobayt olar? Baxın, bizdən kilobaytla istədiyinə görə elə bərbaşdan kilobayta çeviririk. Bölərik 2 üstü nəyə? 13-ə. Bax, bu 3, 2 üstü 3. Bitdən bayta keçmənin payı. 2 üstü 10-da kiloya keçmənin payı. Kilonun payı, belə deyil. Bunları ixtisar aparaq. Bu da 2 üstü 9. Bu da 8, 2 üstü 17 eləyir. Bunlar ikisi bir yerdə 2 üstü 17. Bu da 2 üstü 13. Burada qalır 2 üstü 4. Burada da qalır 2 üstü 3. Baxın. 4 ilə də 3, 2 üstü 7. 7 kilobayt. 2 üstü 7 kilobaytda neçə eləyir? 128 kilobayt. İndi bizim əlimizdə 128 kilobayt həcmində qrafik informasiya var. Biz bunu nə etməliyik? 20% sıxlaşdırmalıyıq. Ümumiyyətcə, sıxlaşdırma yəni arxiv deməkdir. Arxivləşmə proqramları vasitəsilə aparılır. Arxivləşdirmə proqramlarının müəllimlər uzantısı nə idi? Növü nə idi? Hansı ümumiyyətcə arxivləşdirmə proqramları? Hansı arxiv proqramlarını tanıyırıq? Zip, bəli. Bunlar hamısı arxivləşdirmə proqramları. Ola bilər testdə qarşınıza çıxar. İndi məmlə, baxaq, 128-i 20% sıxlaşdırmalıyıq. Nə eləyərik məmlə? Bunun iki qaydası var. Ya 128-in 20%-ni taparıq, 128-dən çıxarıq, yerdə qalan ədədi götürərik və yaxud da tənasüb qurarıq. Yəni ki, 100%-i 128-dirsə, 20% neçədir bilmərik. Yazarıq ki, 128 bərabərdir neçə? 100%. Amma 20% isə, baxın, 20% isə sual yazarıq. Belə qrup tənasübdən həll edə bilərsiniz. Sizə necə rahatdırsa. Və yaxud da belə sizə çətindirsə 20%-ni taparsınız. Baxın, məmlər, 128-in 20%-i bizə neçə verər? Bəli, 20% sıxlaşdırıldıqdan sonra 80%-ni tapmırıq. Bəli, yəni yerdə 80, yəni deyirəm ki, mənim 2 sul var. 2 sulla tapa bilərsiniz. Ya belə tənasüb qrup hesablayırsınız. Kənar hədlərin hasili, orta hədlərin hasilinə bərabərdir. Riyaziyyatdan bildiyimiz kimi. Ya tənasübdən hesablayırsınız. Ya da ikinci qayda odur ki, bəzən olur ki, biraz fərqli tip misallar olanda artıq tənasüblə hesablamaq bizə çətin olur. Yəni, belə deyim, tənasüb tam əl verir bizə. Ona görə də belə misallarda çalışın, ədədin faizini tapın, hazır alınan ədəddən çıxın. Aydındır. Məsələn, 128-i tapın. Müəllimə demək istəyirəm, o 128-i 20% sıxışdırıldıqdan sonra orada 80% qalır da, onun həcmini soruşur da bizdən. Bəli, müəllimə. Qalan 80% soruşur ki, yerdə qalan 80% nə qədərdir? Bildim, mən çaşıb 80%-ni tapmışam, tənasübdə ona görə səhvləmişim. Bəli, bizə buradan 80%-ni soruşur. Onda 128 vuracaq 20-yə böləcək 100-ə. Bəli. Orada da 100 ilə 20 ixtisar gedəcək 5. 128 böləcək 5-ə, yoxsa necə? Bəli. Bəli. Tam bölünə 128 5-ə. Evet, tam bölünür.
Yəni yuvarlaq olaraq yaza bilərsiniz. Yəni nə qədər faiz qalırsa o qədər yaza bilərsiniz. Bir dəqiqə mən kalkulatorda yazım vaxtımız itməsin. 102,4 müəllim. Hə, kəsirdən alır. Tam alınır. Yazı burada da heç kəsir verməyib, bax, hamısını bütün verib. Burada gərək kəsirdən verək. Kəsirdən olmalıdır əslində. Çünki ədəd kəsirdən alınır. Tam alınmır. Yəni 128 ədədinin, belə deyim, 20% budur ki, 128 ədədinin 20% budur ki, yəni ki, onun 5%-ni tapırıq, 5%-ni, üzr istəyirəm, 20%-ni tapırıq, yəni 5-dən birini. 20% nədir? 5-dən biri. 5-dən birini tapırıq, tapdığımız ədədi 128-dən çıxırıq. Orada vergülün olmaması çaşdırıb məni. Hə, burada vergül yoxdur. Gərək bura belə 102,4 belə vergüllə yazardılar. Yoxdur vergül. Amma yəni cavab elə alınır. Yəni növbəti misallarda çalışıram arxid misallarından daha çox istifadə edeyim. Həmişə qrupda biraz həmin misallara çətinlikdir. Sonra müəllimlər, əsas çətinlik çəkdiyimiz Pythonda baxaq indi Python misallarına. Allah zəhmət olmasa sıra ilə veriləni izah edərdiniz. O nəsə mənə çatmadı. Hansı müəllim sırayla verilən? Bundan qabaq ki, sıra nömrəsini göstərən var idi. İşte bir gəlmək lazım idi sonunda. Məndə də qalan. Onu müəllimlər qrupla keçmişdik dərsi keçəndə. Onun vaxtımız itməsin. Ətraflı videosu var. Mən dərsdən sonra onun videosunu qrupa atacağım. Yəni mən keçdiyim dərsdə qrupla keçdiyimiz dərsdir. Orada baxarsınız, tam başa düşəsiniz orada nə demək istəyir. Oldu. İndi vaxtımız itməsin, keçək əsas Python-a. Qrupa atacağım, oradan videoda mütləq baxarsınız. Python misallarımız balaca uzun misallardır. Bir də müəllimlər Excel-də. Excel-də çətinliyimiz yoxdur ki, tam həll edə bildiyi Excel-i. Excel-də məndə biri düz çıxdı, biri səhv çıxdı. Hansıydı məndən səhv olan? Deyin, birinci ona baxın. Nömrəsini deyin. İkinci gələn. Eyni suallar idi. İki sual, ikisi de eyni Hə, idi. iki sual eyni düşüb, bəli. Orada C variantı. Siz eyni olan suallar deyirsiniz, eyni düşən suallar. Bir-birinin ardıca gəlir, deyil 2 dənə. İkinci olan. Bəli. Baxaq, deyir ki, B3-dür, səhv eləmirəmsə. B3 xanasında göstərilən düstur C4 xanasına köçürülərsə, C4 xanasından düstur neçə olar? C4 xanasında hansı düstur alınır? Baxaq, B3-dən hara gəldik müəllimlər? C4-dən. Baxın,
B-dən C-yə bir vahid ədədimiz dəyişir. Düzdür? 3-dən 4-ə də yenə bir vahiddə rəqəm dəyişir. Bunları düsturda tətbiq edilir. Yəni ki, B-dən C-yə gəldik. Hansı hissəyə keçdiksə, nə qədər məsafə aralığında dəyişdirsə qiymət, həmin qiyməti götürüb həmin düstura tətbiq edirik. Bir C4 xanasındakı düstur necə olar? Deməli, B3, baxın, buradakı B3 bu xana. Yəni A2 gələk B1. Bu hara köçürüldü? C4 xanasına köçürüldü. B3'dən bura gəldik. Baxın, bu hissəyə bura köçürüldü. Deməli, A olur B. Çünki bir vahid dəyişdi. 2 olur 3. Yenə B'miz olur C. Bir də olur 2. Burada qiyməti soruşur bizdən. Baxaq. B3-ün qiyməti. B3-ün qiyməti neçədir müəllimlər? A2 üstə gələk B1. A2-miz neçədir? 12. Baxın, burada B1. A1 ilə A4 diapazonunun qiyməti. Bir dəqiqə. Yəni, qəbul eləyək ki, baxaq. B3-ün qiymətinə baxaq. B3-ün qiyməti 1, 2, 3. A2 üstə gələk B1-dir. A2-nin qiyməti 3-dür. B3. 3. Bu da B3-ün qiyməti. Bizdən B3-ün qiymətini istəyir. A2 ilə B1-in cəmidir. Bu da A2 ilə B1-in cəmidir. Baxaq, A2-nin qiyməti 12-dir. B1-in qiymətini tapaq. 12 üstə gələk. B1. Sum A1 və A4-dür. Yəni, bunların hamısının A1 və A4-dür. Hamısının cəmidir. 9, 12. Bizə 21. Səhv eləyərik, ona görə hamısını yazaq. 6, 5. 6, 5. Müəllim onsuz da qiymət soruşulur, bilgisini soruşulur. Yox, siz müəllimə, burada düstur hesablama qaydasına da baxaq. Çünki ola bilər ki, elə tip misal olsun ki, bizdən orada düsturu soruşsun. Düstur soruşanda da qiymətləri eynən yerinə qoyub hesablayıb tapasınız. Burada da 32 qiymətini yazarıq. C2 xanasına baxaq. Burada da C2 xanasında da qiyməti tapmaqdan ötürü düsturu əvvəl köçürməliyik ki, qiymətin neçə olduğunu tapaq. Tamam. Hani burada anladı. Bu C variantı. Burada müəllimə, siz nə də çətin çəkmirsiniz bu misalda. Çox sadə misaldır əslində. Bilməm, hansı müəllimə soruşmuşdu. Yəni,
qaydada sadə. Yəni qaldı siz qiyməti hesablamaq. Yəqin mən elə başa düşdüm, siz qiyməti hesablamaqda çətinlik çəkirsiniz. Yəni düzdür, lap sadədir müəllimə. B3-dən C4-ə gələndə, yəni bir vahid hərf qədər məsafə qədər yerini dəyişir. Rəqəm hansı məsafədə yerini dəyişibsə də o qədər də rəqəm yerini dəyişir. Yəni burada A2 B1-dirsə, baxın A2 B1-dir. Hara köçürülür? Köçürülür C4 xanasına. Yəni bu hissəyə köçürülür. Baxın bu hissəyə köçürüləndə aralarında bir vahid hərf, yəni sütun, hərf yenə sütun nəzərdə tutulur. Sütun bir vahiddə sətr, yəni rəqəmlər yerini dəyişir. A2 B1 idisə, A2 B1. Baxın buradakı A2 B1. A'mız olur B, heç birində də ünvan işarəsi yoxdur. 2 olur 3, B olur C, 1 olur 2. Belə. Mən deyirəm ki, aydındır. Çünki mənim birinci bundan əvvəlki, bundan çətindir. Yəni bu ondan asandır. Başa düşməsəz, yenə soruşun. Əsas baxaq Python-umuza. 1 A5, B1 qiymətləri verilir. A'nın B'yə hasili nə qədər ki? Valin mənası nədir məndən? Valin mənası nə qədər ki demək? A'nın B'nin hasili nə qədər ki 8 ədədindən kiçikdirsə dövr eləyir. Təbii ki 5 vurulsun 1 edir 5. Təbii ki bu 8-dən kiçikdir. Bunda fərq edirik, dövrə daxil olur. Baxın bu birinci dövrümüz. Bu da mənli dövrdür. Baxın proqramda dövrdür. Proqramda dövrdür. Bu hissə isə sərbəst. Baxın printin üzərində iki yazı var. X bərabərdir. B çıxılsın 3. Nədir? Bizim sərbəstimiz. Aydındır. Yəni sərbəst nə deməkdir? Biz nə vaxt ki dövrdən çıxdıq, həmin sərbəstə baxaq, həll edirik. Baxaq. Deyir hansı ki gör birinci dövrdə A bərabərdir. A'nın üzərinə 2-ni əlavə elə. A'nın qiyməti 5-dir. 5 ilə 2 bizə 7-ni verir. Sonra B hansı qiymət? Bu misal tez bitməlidir. Çünki burada artıq dövr eləyəndə ikincidə dəyişir qiymət. B-nin 2 ilə hasilini göstərir. B-nin qiyməti 1-dir. 1-i vururuq 2-yə, 2 eləyir. Ondan sonra baxırıq. Növbətidir. Bu sərbəstdir. Hələ dövrdən çıxmamışıq. Gərək dövrdən çıxaq ki, sərbəstə baxaq. Növbətiyə baxaq. İkinci dövrə daxil olaq. İkinci dövrdə də A-la B-nin Ne variantı diyor məlumatda? Mənfi 1. baxaq. Yenə A-la B-ni cəmləyirik. Bu dəfə də A-nın qiyməti artıq 7-dir. B-nin qiyməti də 2-dir. 7 ilə 2 bizə nə verir? 9. Deyir 9 kiçikdirmi 8-dən? Deyir yox. Şərt ödəmir. Şərt ödəmədiyinə görə artıq dövrdən çıxırıq. Dövrdən çıxanda da x bərabərdir. B-dən 3'ü çıxırıq. Sonda. Hasili olacak. Müəllimə 14 olacak. 9 yok ki. 7'ni 2'ye vurmur. Üzürsən. Qarşıq yazılır. Onsuz da bu devirdən çıxır. Elə burayla çıxır. Elə orada sərbəstlər çıxır. B bərabər B tutaq 3. Yazda biraz qalır. B'miz də Düşübdür toplamda. 2 çıxarmış mənfi 1. Baxın. Yox, bizdən soruşur ki, neçə dəfə dövr eləyir? Bir Bəli. dövr neçə dəfə icra olunur? Bir dəfə icra olunur da. Bəli, ikincidə artıq bizə yox deyir və bizi dövrdən çıxarır. Çıxdıq dövrdən. İcra eləyə bilmərik.
sərbəst yazmamız, yəni bu o demək deyil ki, sərbəst yazmamız o demək deyil ki, biz dövr eləyirik. Artıq dövrdən çıxmışıq. Dövrdən çıxandan sonra sərbəst yazırıq. Bu dəfə deyir ki, B-dən 3-ü çıxırıq və eri çap edirik. Bu öz yerində, yəni çap eləyə bilərik. Amma biz buna ehtiyac yoxdur. Çünki bizdən deyir ki, neçə dəfə icra olunar. Baxın müəllimlər, bu tip misallarda çox müəllimlərimiz çaşır. Nədir? Götürür sırası qiyməti hesablayır. Yuxarını oxumamış. Onu görə həmişə birinci yuxarını oxuyun. Bu da bizdən nəyi soruşur? Dövr soruşur. Burada hesablayıb əlavə vaxtını bitirmək. Yuxarı orada hesaba ehtiyac yoxdur da. Yox, Ancaq yuxarıdakı. Bəli, yəni çünki dövrü soruşur. Dövrdən çıxdıq artıq. Dövrdən çıxdıq, sərbəstə baxsaq da mənası yoxdur yəni. Yəni ona görə bir dəfə cavab bir dəfə alır. Aydın. Təbii ki, digər suallar da lazımdır. Amma əsas diqqət eləyək Python suallarına. Digər suallarda müəllimlər, kimin nə çətinliyi olsa, ola bilər vaxtımız çatmasın. Mən çalışıb videosunu atacağım. Ata bilməsəm də mütləq soruşun, hansı sualda çətinliyiniz olsa. Bir belə zəhmət olmasa, def sualına da baxardınız. Bəli. Dərsdə çalışacağım. Python suallarını əvvəldə yazım. Müəllimlər, bazar günü bizim mövzumuz şəbəkələr mövzusu olmalıdır. Şəbəkələr mövzusu 2 mövzumuz qalıb. Şəbəkələrlə modelləşdirmə. Onu da bitirək. Bundan sonraki bütün dərslərimizdə artıq belə sınav izahlarına baxın. Şimdi çalışaq sürətli sınavlar həll edək ki, qəbul. Siz sınav həll edəndə biraz sürətli olaq ki, imtahanda da eyni sürətlə həll edək. Yəni vaxtı düzgün bölək bir sözlə. Müəllimə, Alfloqadan, algoritmdən sual salınmamışdı bu sınava. Düşməyəcək sertifikasiya, ona görə salınmamışdı, yoxsa necə? Xeyr, müəllimə, əsas çalışdım ağrı, burada siz də müəllimlərin çətinlik çəkdiyi sualları. Çünki bu hələ belə deyim, biz inşallah sağlıq olsun. Mayın 1-dən başlayacaq qrup olaraq. Başlamamışıq hələ sınaqlara. Bunu sadəcə belə deyim, qrupda müəllimlərin ən çox çətinlik çəkdiyi mövzularda deyə, ona görə bu mövzulardan salmışam. Yox, olacaqdır. Alfloqoda mütləq olacaq Alfloqoda. Oradan sualımız olacaq Alfloqoda. Python dilində yazılmış alqoritmin nəticəsini müəyyən eləyin. Baxırıq. Bizdən nəyi istəyir müəllimlər? Bizdə deyir ki, print L, L çap elə. Baxın, L çap elə. L-in qiyməti neçədir? Fan K-dır. Fan K-nın qiyməti neçədir? Bunu da bilmirəm. Amma bəs K-nın qiyməti bilirəm ki, 6-dır. Gətir, burada 6-nın yerinə qoyuram. Fan K. İndi mən nəyi axtarmalıyam? Fan K-nı axtarmalıyam. Fan hansı hissədədir? Baxın. Deyil. Burada müəllimlər, burada F axtarılır. Burada əslində fan, misalda fan yazılsaydı daha doğru olardı. Ev yox. A-nı axtarırıqsa, A-ya görə gətirib burada hesablayırıq. F, K-nın qiyməti neçədir? Baxın müəllimlər, bura
Formal parametrlər. Baxın, burada da 6 faktikidir. 6-nı gətir, burada yerinə yazın. Burada A yerinə 8, 10, 5 nə yazılsa fərq etməz. Yenə rəqəmi də gətir, burada yerinə yazırıq. 6 yazırıq. F6-nı tapaq. F6-nı tapanda deyirik ki, 6 kiçikdirmi 3-dən? Deyirik ki, hə, şərtimiz ödəyir. If şərti ödəyir. Həqiqət 6 xeyr, ödəmir. Şərtimiz ödəmədiyinə görə ifə baxa bilmirəm. Else qoluna baxıram. Else qolunda isə deyir ki, A, yəni A-nın qiyməti neçə idi? 6. 6 vurulsun. Baxın, siz də həmişə belə yazın ki, çaşmayasınız misal həll edəndə. Vurulsun. F 6 çıxılsın 1. Baxın müəllimlər, 6 çıxılsın 1 neçə eləyir? 5. Burada F5 bilmirəm axı neçədir. 6-ya bunun cavabı çıxarım. Ona görə neyinirəm? Gətirirəm, məcburam nəyi tapam? Təzədən bir də qaydam F hissəsinə. Yəni F5-ə. F hissə hardadır? Burada. 6-nın yerinə 5 yazıram və F5-i axtarıram. Və bu dəfə də deyirəm ki, baxın, 3-dən kiçik olana qədər, şərt ödünənə qədər dövr eləyəcəyik. Bu dəfə də deyirəm ki, F5, yəni burada artıq 5 dayandı. 5-imiz kiçikdir 3-dən? Deyirəm ki, yox. Yenə şərt ödəməli. Düşürəm else qolunu. Else qolunda da artıq ikinci dəfə deyirəm ki, 5, 5 nəyin yerində dayandı? Baxın, bu A-nın yerində 5 idi. A-nın yerinə bu dəfə 5 yazdım. Deyirəm ki, 5 vurulsun, 1, mötərizə açıram. F5, 5 axtarırdım axı. A-nın yerində 5 dayanır. Çıxsın 1. Baxın, burada A-nın yerinə 5 yazdım. Harada A görürəm, yerinə 5 yazdım. 5 çıxılsın 1. Bu neçə eləyir mənimlə? Bu da eləyir 4. Bilmirəm heç F4 neçədir. Ona görə gəlirəm F4 axtarmağa. Baxıram ki, F hissə buradadır. Bu dəfə də artıq 4-ün yerində, 5-in yerində nə yazıram? 4 yazıram. Bu dəfə də gətirirəm, 4 yazıram burada. Deyirəm ki, 4 ədədi kiçikdirmi 3-dən? Deyirik ki, yox. Yenə şərt ödəməli. Yenə düşürəm burada, yerinə 4 yazıram. Burada da harada görürəm 4 yazıram. Və yazıram. 4 vurulsun 1. 4 vurulsun F. 4 çıxılsın 1. Yəni 3. Baxın mənimlə, burada F3 neçəli bilmirəm. Gətirəm burada yeni yerinə qoyuram. A-nın 3 yazıram. Deyirəm ki, F3. F3 ədədi. Burada A-nın yerinə F3 yazıram. Deyirəm 3. Kiçikdirmi 3-dən? Xeyr, 3-dən kiçik deyil. Yenə yox deyirəm. Və bu dəfə də else qoluna baxıram. Bu dəfə nə edirəm müəllimlər? Burada A-nın yerinə 3 yazıram. Və 3-dən 1 çıxıram. Yazıram. 3 vurulsun. F 3 çıxılsın 1. 3-dən 1 çıxanda bu dəfə də 2 edir. F2 neçədir? Yenə bilmirəm F2 neçədir. Yarın burada F2-ni axtarırım. 3-ün yerinə artıq neçə yazıram? 2 yazıram. Yazaq. Burada yerinə 2, harada A görürəmsə yerinə 2 yazıram. Burada da 2 yazıram. Deyirəm 2 kiçikdir 3-dən. Artıq şərt ödədi. Deyirəm ki, hə, ödədi şərt. Şərt ödədiyinə görə mənə birbaşa qiymət verir. 2-ni qaytarır. Deməli, sən demə, F2-nin qiyməti elə 2 imiş. Baxın, F2-nin qiyməti neçəymiş mənimdir? Elə 2 imiş. Mən F2-ni tapdım. F2-ni tapandan sonra F2-ni harda axtarırdım? Baxın, niyə F2-nin axtarışına çıxmışdım? Ona görə ki, 3 vurulsun F3 nəticədir bilmirdim. Aydındır. Burada F2-nin yerinə 2 yazıram. Misaldan cavab çıxır. 3-ü vururam 2-yə. Eləyir 6. Deməli, bu misalın cavabı 6-dır. Bəs bu misalı nə məqsədlə yazmışdım? F3-ü tapmağa görə yazmışdım. F3 də deməli neçəymiş? Baxın, bu misal. Baxın. Bu misalda sən demə, elə 6 imiş. 4-ü 6-ya vurarım neçə eləyər? 24. Bəs mən bu misalı yazmaqda məqsədim nə idi? F4-ü tapmaq. F4-ü. Deməli, F4-də neçəymiş? Tapdım. 24 imiş. F4-də sən demə, 24 imiş. 24 də 5-ə vuraram. Neçə eləyər mənimlər? 120.
Bəli. Yazaram 120. Sən demə, əslində 120 F5-in qiymətiymiş. Çünki mən niyə bu misalı yazdım? F5-i tapmağa görə. Buradan yazaram 120. Sonra da gətirərəm 6-nı vuraram 120-yə və nəticədə neçə alaram? 720. Və sonda bizə hansı Galiba bu hamı tələdi ki, bu hansı cavab oldu? 720. Ödənməyən şərt. 6'da ödədik şərtimiz. Hadi müəllim 6 ödədik, yerinə qoyduq, yazdık. F5 axtarırdıq. F5-in də qiyməti sən demə 120-ymiş. 120-də yerinə yazdıq. F5-in yerinə 120 yazdıq. Tapdığımız cavab. 6-nı da 120-yə vurduq, elədi 720. Yəni ardıcılı bu qaydada gedir. Ümid edirəm ki, tam başa düşdük. Ben başa düştüm. Çok sağ olun ben de. Əla, siz sağ olun. Müəllimlər, çalışın özünüz sərbəst bir formada misalı yazın. Yazıb həll etməyə çalışın. Özünüz sərbəst yazsaz, həqiqətən daha yaxşı başa düşərsiniz. Biraz deflərin odur ki, xasiyyəti gərək vaxt sərf edib yazın. Baxaq növbəti. Dedik ki, alt funksiyanı çağıran proqram hansı oldu? Daha doğrusu funksiya. Def. Harada def açar sözü görürsə, deməli bu nədir? Alt funksiyanı çağırır. Baxın, gəl misalımız. Misal ilanındaki boyası para. Kanun isim qiymətləri verilir. 1 və 0. Şimdi bizə deyir ki, varın mənası nədir? Şagirdlər necə izah edirik? Deyir ki, nə qədər ki. Var mənası nə qədər ki. Bir nə qədər ki. S dəyişəni 100-dən kiçikdir, dövr elə. Baxın, bu bizim dövrümüz. Hər dəfədə dövrdə görə S-in qiyməti hansı qaydada dəyişir? Bir K-nın 2-yə bölməsindən alınan qalıq 0-a bərabərdirmi? Nəmlər, baxın, K 1-dir. Baxın, K 1-dir. Birinci dövrümüzdə. K 1-dir. 1-in
2'yə bölünməsi. 1 2'yə bölünür müəllimlər. Oradan qalıq da alaq. Bölünür 1 2'yə. Yox. Bölünmədiyinə görə elə 1'in özü qalır. Əgər bölmə fərqli olsaydı, bu qayda ilə bölünmə olsaydı, bu qayda ilə bölünmə olsaydı, artıq burada 0 götürə bilərdiniz. Aydındır. Çünki 0 tamla alınır. Yəni tam cavab istəyir axı burada bizdə. Ona görə 0 götürür. Amma bu qaydada, yəni ki, qalıq istəyirsə bizdən bölünmədə. Bölünən, böləndən kiçikdirsə, həmişə nəyi götürürük? Bölünəni götürürük. Bu bizim birinci dəfə dövrümüzdür. Birinci dövrümüzdə sonra bizə deyir ki, if ödəyirsə əgər, ifimiz ödəyir, baxın 0-a bərabərdir, xeyr, ödəmir. Ödəmədiyinə görə gedirik Elsa qoluna baxır. Elsa qolunu da K-nın üzərinə 1 əlavə edirik. K-nın qiyməti 1 idi. Üzərinə də elə 1 əlavə elədik. K 2 qiymətini aldı. Ancaq müəllimlər, bizə lazımdır ki, if şərti ödəsin. İf şərti nə vaxt ki, baxın, çalışaq bütün misalları day durub 100 dəfə dövr eləməyək imtihanda. Yəni biz 100 dəfə dövr eləsək, imtihanın bitənə qədər bir saatimizi buna sərf eləyərik. İmtihanın yarısı bu misala gedir. Bunu qısa yolla həll edilir. Baxın, bizə nə deyir? Deyir, nə vaxt ki, bizə hansı dəyişənin qiyməti lazımdır? Ümumiyyətlə, hamısı bir-birindən asılıdır burada. Amma bizə əsas nə lazımdır? Bizə əsas lazımdır ki, burada S-in qiyməti dəyişsin və proqram bizi dövrdən tez çıxarsın. Baxın, burada söhbət nədən gedir? K-nın 2'yə bölünməsindən alınan qalıq 0-a bərabərdir deyirsə, müəllimlər, nə vaxt misalda qalıq 0-a bərabər olur? Təbii ki, Ne bölünməkdə cüt ədəd olmalıdır da orada. bəli. Bəli. Deməli, əgər burada bölünmədə böldüyümüz ədəd cüt ədəddirsə, nə edirik müəllimlər? S-i 4 vahid artırırıq. K-nı isə 1 vahid artırırıq. Aydındır. S-i 4 vahid artırırıq. K-nı 1 vahid. Bax, qeyd götürək. Cüt ədədlərdə. Bax, 100 dənə ədədimiz. Belə təsəvvür edin. Əlimizdə 100 dənə ədədimiz. O 100 dənə ədəddə nə edirik? Cüt ədəd olanda ədədimiz. Götürüb nə edirik? S-i 4 vahid artırırıq. 4 vahid artırırıq. Müəllimlər, bəs K-nı nə qədər artırırıq? K-nı da 1 vahid artırırıq. Düzdür? 1 vahid artırırıq. Sonra, bəs tək ədəd olduqda nə edirik? Tək ədəd olduqda sadəcə nə edirik? K-nın üzərinə, yenə K-nın üzərinə 1 əlavə edirik. Yəni, K-nı 1 vahid artırırıq. İndi müəllimlər, bizə lazımdır ki, burada S dəyişəninin qiyməti neçə olur ki, bizi sonda dövrdən çıxarır. S-i hər dəfə çünki 4 vahid artırırıq. Baxın, 1 qiymətində, 2 qiymətində, 3, 4, 5, 6, 7 və s. Bu qiymətləri yazsaq, bu qiymətlərdən müqayisə edəcək. Yalnız cüt qiymətlərdə S dəyişəninin qiyməti neçə vahid artır? 4 vahid artır. Deməli, burada yalnız cüt qiymətlərdə S dəyişəninin qiyməti artanda gəlir bir də müqayisə edir. Yəni, bizi dövrdən çıxarır. Baxın, ədədi yazsaq 20-yə qədər. 8, 9, 10, 11, 12, 13, daha hər bir gedib dövr eləmir. 14, 15, 16, 17, 18, 19, bu da 20. Baxın, 20-yə qədər gedəndə. Burada neçə dənə cüt ədəd var müəllimlər? Hələ ki 20-yə qədər gedirəm. Niyə? Çünki S-in qiyməti böyük olarsa, artıq 100-ə çatır, axı bizi dövrdən çıxarır. O məqsədlə. Yəni, 50-50 götürmürəm hələ. 50-50 götürsəm, 50-ni 4-ə vursam, artıq 200 eləyir. Görün, nə qədər əvvəldən dövrdən çıxmış oluram. Ona görə o fikir burada tətbiq eləyə bilirik. Digər misalları tətbiq edirik, amma burada tətbiq eləyə bilmirik. Baxın, müəllimlər, 10-a qədər saysaq, 10-a qədər gələndə, təbii ki, birdən 10-a qədər gələndə, burada neçə dənə cüt ədəd olmuş olur? 5 dənə. Yarısı cüt, tək, yarısı cüt. Baxın, 2, 1, 2, 3, 4, 5. Burada 5 dənə nəyimiz var? Cüt ədədimiz var. 5 dənə cüt ədəd varsa, deməli, burada S-in qiyməti nə qədər artır? 4 vahid artırsa 20 vahid artır. 20 vahid artıranda
bizi artıq dövrdən çıxara bilmir. 20-yə qədər gəlsək, əlavə 5 vahidi artır. Deməli, 10 dənə cüt ədədimiz neçə verir bizə? 40-ı verir. Yenə bizi dövrdən çıxara bilmir. Bəs 30-a qədər irəliləsək, onda bizim 30-a qədər irəliləyəndə bizim artıq əlimizdə 15 dənə cüt ədəd olur. 30-dan irəliləyəndə. Daha yazmam dedim. 30-dan irəliləyəndə 15 dənə. 15-i 4-ə vursaq neçə eləyir müəllimlər? 60. Düzdür? 60 edir. 60-da da bizi dövrdən çıxarmır. Biz 40-a qədər irəliləsək, yəni 40 ədədinə qədər müqayisə eləsək, bir-bir yoxlasaq, artıq burada əlimizdə neçə dənə cüt ədəd olmuş olur? 20 dənə, yarı-yarıya. 20 dənə də 4-ə vuranda, yəni 4 vahid artır axı. Artıq qiymət neçə eləyir? Baxın, yaxınlaşır. 80 eləyir. Neçəyə qədər irəliləyəndə? 40-a qədər. Bəs mənlər 50-yəcən irəliləyəndə necə? Əlimizdə neçə dənə? 25 dənə əlimizdə cüt ədəd olmuş olur. 25 dənə. 25-i də 4-ə vursaq neçə eləyir? 100. Deməli, 50 qiymətini alanda S-in qiyməti hansı qiyməti alır? 100 qiymətini alır. 100-ü də yoxlayırıq. Deyirik ki, 100 kiçikdirmi 100-dən? Yox deyirik. Baxın, burada yoxlayırıq. Deyirik ki, 100 kiçikdirmi 100-dən? Deyirik ki, yox. Yox deyəndə də artıq dövrdən bizi neynəmiş olur? Çıxarmış olur. Və K-nı götürür, avtomatik çap edir. Deməli, mən burada 50, baxın, sonuncu rəqəm 50 idi. Deməli, heç 51-i 51 ilə heç dövrə daxil olmuram. 50-ci rəqəmimdə artıq dövrümü dayandırır. Yəni 50 rəqəmində nə edirəm? Götürüb deyirəm ki, artıq K, üzr istəyirəm, S hansı qiyməti alır 50-də? 50 rəqəmini hesablayanda. Deyirəm ki, 50 kiçikdirmi 100-dən? Deyirəm ki, hə, kiçikdir deyəndə və sonda S-in üzərinə 4 əlavə edirəm. Bu dəfə də S-in üzərinə 4 əlavə eləyəndə hansı qiymət aldım mənlər? Görə necə başa düşdük? Hansı qiymət aldım? Artıq 100 qiymətini aldım. 100. 100-də də gəlir müqayisə edir. Deyirik ki, 100 ədədi. Baxın, burada yazdığım kimi. Niyə 100 qiymətini aldı? Çünki 50-yə qədər gələndə 25 dənə cüt ədəd var idi. 25 dənə cüt ədəd. Bu 25 dənə cüt ədədimiz neynəmiş oldu? 25 dəfə 4-ü toplamış oldu. Buradan da avtomatik elə hər dəfə 25 dəfə 4 üstə gərək 4, 4 üstə gərək yazmaq yerinə belə vuraram birbaşa 4-ə. Bu da 100 alınır. Cavab 100 alınır. Deməli, sonuncu dövrə girdiyi rəqəm hansı oldu? 50. Yəni, bu nə deməkdir? S də 0-dan başladı. Müəllimlər, baxın, buradan belə nəticə çıxır. 0-dan 50-yə qədər gəlir isə, baxın, qısa yolla. 0-dan 50-yə qədər gəlir isə, 50 də daxil olmaqla neçə dəfə dövr eləmiş oluruq? 51 dəfə dövr eləmiş oluruq. Baxın, 51 dəfə dövr eləyəndə də K-nın üzərinə hər dəfə, belə deyim, 25 rəqəm cüt idi, düzdür? 25 rəqəm, yəni 25 dəfə K-nın üzərinə neçə əlavə edirik? 1. 25 dəfə K-nın üzərinə 1 əlavə edirik. Və 26 dənə rəqəmimiz isə tək ədəd olduğuna görə və 0 da bura daxil olduğuna görə yenə üzərinə 1 əlavə edirik. Onda K-nın qiyməti neçə olmuş olar? 51. Baxın, 25 üstə gələ 26 eləyir neçə? 51. Ona görə bu bizim qısa yol. Qısa yolunu belə tapırıq. Və yaxud da bu yol istiqamət
Davam edirək müəllim. Adi qaydanda yəqin ki, hər birimiz bilirik, dövr edirik. Hər dəfə dövr edəndə hansı işi görürük? Proqramı neyləmiş oluruq? Bir vahidi artırmaq və yaxud da azalmaq nə tələb olunursa, həmin işi görmüş oluruq. Belə. Bir də yıldırıq videonu baxa bilərsiniz izaha. Keçən növbətiyə. Baxaq mən. Keçən növbəti misalımıza. Baxaq. Bu misalda da dəyişənlərə müəyyən qiymətlər mənimsədilir. Yenə müəllimlər, baxın, 100 ətrafında dövr edirik. Bizə hansı şərt daxilində biz ədədi çap edə bilərik? Bir də müəllimlər, burada sərbəstimiz var. Baxın, bu sərbəstimiz artıq dövrün çölündə deyil. Dövrün daxilindədir. Baxın, əgər dövrün sonunda olsaydı, printlə eyni, belə deyim, məsafədə sırada yazılardı. Baxın, printlə eyni sırada deyil. Dövrlə bir sırada yazıldığına görə artıq bu dövr daxili sərbəst olur. Yəni, hər dəfə dövr eləyəndə bu sərbəstdə görməliyik. Yəni, bu sərbəsti də hesablamalıyıq. Aydındır. Baxaq, bizdən nə tələb olunur? Bir S dəyişənini, S bərabərdən sıfıra, S dəyişənini müqayisə elə. S dəyişənini müqayisə elə 100-lə. Bir X-in 2-yə bölünməsindən alınan qalıb 1-ə bərabərdirmi? Baxaq, X-imizin qiyməti 5-dir. Bir 5-in 2-yə bölünməsindən alınan qalıb 1-ə bərabərdirmi? Bəli, bərabərdir. Şərtimiz ödəyir. Şərt ödədiyinə görə S-in üzərinə 4 əlavə edirik. S-imizin qiyməti neçədir? Baxın, 0-dır. Deməli, müəllimlər, nə vaxt X-in 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabər olar? Nə vaxt? Tək rəqəm olanda.
Təbii ki, tək rəqəmi 2-yə böləndə 3-dür, 5-dir, 7-dir, neçə olur olsun. 2-yə bölürüz, qalıq 1 qalır. Aydındır? Deməli, bu, baxın, bu şərtimiz, bax, if şərtimiz hansı rəqəmlər üçün keçərlidir, müəllimlər? Baxın, tək rəqəmlər üçün. Bax, belə, bu tip misallarda qeydinizi götürün. Bu tək rəqəmlər üçün keçərlidir. Təbii ki, müəllimlər, else qolda nə vaxt olur? Tək olmayanda cüt olur da, ədəd ikizli olur. Ya tək olur, ya cüt olur. Yəni, bu cüt ədədlər üçün artıq keçərlidir. Bu artıq cüt ədədlərimiz üçün keçərlidir. Deməli, bir də müəllimlər sərbəstimiz var. Sərbəstimiz fərq etməz. Tək nəzərdə saxlayın həmişə sərbəsti. Tək də olanda ədədimiz, cüt də olanda ədədimiz. Gedib biz mütləq sərbəsti görməliyik. Yəni, sərbəstimizə baxmalıyıq, onu da həll etməliyik. Baxaq. Deməli, S dəyişəninin qiyməti ədədimiz tək olduqda, yüzün daxilində olan ədədlər tək olduqda, neyinir hər dəfə? S-in üzərinə 4 vahid əlavə eləyir, X-in üzərinə 1 vahid əlavə eləyir. Ancaq ədəd olduqda X-imiz 1 vahid artır, P-ni isə 2 vahid artırır. Və P-nin üzərinə 3 əlavə etmək heç bütün dövrlərdə var. Bu öz yerində. Neçə dəfə dövr eləyəcək, tək və cüt dövrlər cəmləyərik və P-nin neçə dəfə sizə dövr üzərinə 3 əlavə edək. Aydındır? Əsas məsələ, if versəmizə baxaq, görək tək və cüt dövrlərimizin sayı neçə dənədir? Baxın mənlər, yüzün yenə qayda. Yüzün daxilində cüt ədədlərə baxaq. Deməli, hər dəfə, üzr istəyirəm, tək ədədlərdə bizdən S-i müqayisə elədiyinə görə bizə əsas nə lazımdır? S-in qiymətini birinci dəqiq biz nəzərdə saxlamalıyıq ki, bizi dövrdən çıxaran S-in qiymətidir. Ona görə də baxırıq, S-in üzərinə 4 əlavə edilir. Hansı təqdirdə S-in üzərinə 4 əlavə? Baxın, digər hallarda S-in qiyməti dəyişir. Deməli, tək qiymətlərdə neçə dəfə biz dövr eləməliyik ki, S-in üzərinə 4 əlavə eləməliyik, müəllimlər? Neçə dəfə dövr eləməliyik ki, biz artıq 100 qiymətini aşaq və dövrdən çıxaq. Yəni, bir sözlə 4-ü neçəyə vursaq 100-ü keçər qiymət. Yəni, 100-dən böyük olmalıdır. Çünki bərabərdir götürür. Neçəyə vurarıq müəllimlər? 26. Baxın, 25-ə vursaq neçə eləyər? Elə 100. Neçə alınır? Elə 100 alınır. Düzdür? Axı, burada bərabər deyil. 100-ü götürəcək ki, 100-ü bərabərdir. Ona görə məcburuq neçəyə vuraq? 25 elə 5-ə vuraq. Yəni 5-ci dəfə də dövr eləyək də, onu demək istəyirəm. 5-ə vuraq. 25-i 5-ə vuraq. Daha doğrusu 4 dəfə dövrsə 26 burada artırır. Çünki dövrümüzdə hər dəfə üzərinə 4 əlavə edinə görə söhbət 4-dən gedir. 26-nı götürək. Baxın, 26-nı 4-ə vuranda neçə eləyir? 6 və 4, 24, 2 yadda, 8, bu da 10. Bəli, 104 edir. Bu da artıq 104 qiymətini alar. Deməli, biz neçə dəfə dövr eləməliyik? 104 qiymətini alıb dövrdən çıxmaqdan ötürü. 26 dəfə dövr eləməliyik, müəllimlər. 26 dəfə. Deməli, tək ədədlərimizi 26 dəfə dövr elədik. 100-ün içərisində də müəllim, neçə dənə tək ədəd var? Müəllimlər, 100-ün 50 dənə. 50 dənə mənim, 50-55. Baxın, neçə dənə tək? Bax, gəlin sadə bir misala baxaq. Belə 100-ü hesablamaq sizə çətin gəlirsə, əgər imtahanı da belə bir şeylə qarşılaşsınız, onu hesablasanız belə yazın. 1, 2, 3, məsələn 4, 5, 10 ədədini yazın. Yazdıq 10 ədədini. Baxın müəllimlər, onun içərisində baxın 1, 2, 3, 4, 5. 5 dənə nə var? Cüt ədəd var. Həqiqətən də 2, 4, 6, 8, bir də 10, 5 dənələrdir. Qalan 5 dənə də əlimizdə qaldı. Baxın, 1, 2, 3, 4, 5. Deməli, 5 dənə də tək var. Fərqi nədir? Onun da arxasına bir dənə sıfır yazarıq, olar 100. Deməli, burada da 50 dənə tək,
50 dənə də cüt ədədimiz var. Aydındır? İndi müəllimlər, bu 50 dənə tək ədəddən, 50 dənə tək ədəddən neçəsini istifadə edirəm? 26-cı dənəsini. Baxın, hamısını istifadə eləmirəm. 26-sını istifadə edirəm. 26 dənə tək ədəd istifadə edəndə məni dövrdən çıxardır proqram. Yəni siz imtahanda bu proqramı adi qayda ilə hesablamaqdan ötürü 26 dəfə dövr eləməlisiniz. Yəni bu kifayət qədər çox dövrdür. Yəni çox böyük vaxtımızı aparar yəqin ki. Düzdür müəllimlər? Daha qısa yoldan biz 26 dəfə dövr eləməliyik. Baxın, bu mən xırda dediyim prosesləri siz 2 dəqiqə, 1 dəqiqə ərzində baxıb nəticə çıxarmalısınız. Yəni bizim 1 dəqiqə ərzində baxıb çıxardığımız nəticəni biz indi birdən deyərsiniz ki, mən elə bunları oturub bir hesabladığıma dövr eləyirəm 26 dəfə. Yox. Mən bu dediyim kiçik hissələri izah edirəm hansı ki. Bunları müəllimlər siz belə baxıb çox misal həll eləsəz, inanınız ki, 1 dəqiqə ərzində baxıb nəticə çıxararsınız. Yəni misal da həll etmək uzağı 2-3 dəqiqənizə aparar. Baxaq, deməli biz 26 dənə tək ədəddən istifadə edərik. Müəllimlər, 26 dənə tək ədədimizi istifadə edəndə, 26 tək ədəd istifadə edəndə, deməli, S-in üzərinə 4 əlavə elədik. 26 dənə də 4-ümüz 104 elədik. Deməli, burada S-in qiyməti neçə olur müəllimlər? Baxın, axır 104-ü tapdım. S-in qiymətini tapdım artıq. S-in qiyməti neçə oldu müəllimlər? 104. İndi baxaq görə X-in qiyməti neçə olar? Baxın, X-in qiyməti də biz 26 dəfə dövr eləyəndə tək ədədlərlə. Deməli, 26 dəfə də cütlə dövr eləmişik. Düzdürmü? Hər dəfə də, yəni bayaq nə demişdik? Dedik, tək dövrdə də, cüt dövrdə də X-in üzərinə 1 əlavə edirik. Deməli, biz nə etməliyik? Dövrləri cəmləməliyik. Tək dövrdə cəmləyirik, cüt dövrdə. 26 üstə 26 tək dövrümüzdür. 26 da cüt dövrümüzdür. 26 ilə 26 bizə nə verir? 52. Deməli, X-imizin qiyməti neçəymiş müəllimlər? Bir dənə də üzərinə, çünki bir dənə də əlavə dövr qalır. Üzərinə bir də nə əlavə eləyərik? 52-nin üzərinə 4 əlavə eləyərik. Bu aldığımız 4-dür. Eləyər 56. Deməli, X-imizin qiyməti neçəymiş? 56. Şimdi qiyməti... Bu sərbəstə düşmür bunda müəllimə. Bəli. Yox, sərbəst P baxır. Hələ P-nin qiymətinə baxmamışıq. İndi baxacaq P-nin qiymətinə. Sonra hansı həddi bizdən istəyir? X tapdıq. Hə, indi P-ni tapmalıyıq. Bəli. X-imizi 56 tapdıq. Bu birisini 104 tapdıq. Deməli, 56 X-imizi tapdıq. Sonra hansıydı? S idi. S-imizi tapdıq 104. İndi burada dayanan hansıdır? P. Bəli, indi P-yə baxaq. Müəllimlər, P-dəki qeyri-şərtsiz. Bayaq nə dedik? Bir növ. 54 olur. Bəli. Yəni ki, P-nin özü də 3 vahid artır. P sərbəst dövrün daxilində sərbəst olduğuna görə biz tək ədədlərin dövründə də, cüt ədədlərin dövründə də P-yə baxırıq. Neçə dəfə dövr elədik müəllimlər? 26, 26. 52 dəfə dövr elədik. 52 dövrdə, çünki yenə deyim, tək dövrdə, cüt dövrdə sayırıq. 52 dənə dövrümüzdə hər dəfə neynədik? P-nin üzərinə 3 əlavə elədik. Yəni, elə 52-ni 3-ə vursaq cavab alarıq. Aydındır? Deyiləyək, 156. Ben E variantını koymuştum. Orada 56 yok 40 götürmüştüm. Necə? Ben E variantını almıştım. 40, 154, 104. 104'ü taptım, 154'ü de taptım ama Vəbsələm çatmadı 40'ı tapmağa. Məntiqlə də 40'ı götürdüm. Bəli, bu qaydada dövr edir. Bəli, proqram bu qaydada dövr edir. Yəni, bu sadə şəkildə dövr eləyərək proqramı tapa bilərsiniz. Keçən növbəti misalımız. Növbəti bir dənə orada mürəkkəb misal var. Bu da mürəkkəb deyil. Bu misallar müəllimlər, kimin bir də koderadan olan misallardır. Ona görə bir balaca qəlizdir. Amma belə deyim, bələdçi kitabından olan misallar, bunlar qat-qat sadə misallardır. Bu tip misallar, belə deyim, 51 üstü üçün nəzərdə tutulur alətin sertifikası imtahanında.
Başlamıyor anlama. Yekunlaşırıq müəllim. Bir dənə də misal var burada mürəkkəb. Onu izah edeyim sonra yekunlaşırıq. Bax, burada bizə deyir ki, müvafiq olaraq 25 5 ədədlər verilir. İsmi sıfıra bərabərdir. Deyir əgər, baxın, A üstü 2-də 1 nə deməkdir müəllimlər? A üstü A-nın qiyməti neçədir? 25. Bəli, 25 üstü. 5 kök 6 günlük. Tamam mı? Sonra eşit. Bəli, bu da neçə çıxır müəllim? 45. 22 çıxacaq buradan. 22. Ben ödəmirik. Ensəyə düşürük müəllimə burada. A üstə girək 1, bıraq 2-yə. Bəli, deyirik ki, 5 böyükdürmü? B-imizin qiyməti neçə idi? 5. 5 böyük 5-dən 1, 2 yox. Ödəmiş şərtimiz. Və ESB-ona baxırıq. ESB-onda da A ilə B-ni cəmləyirik. Baxın məndə A ilə B-nin qiyməti 5, 25, 30. 30, 32 verir. Bəli, 32, 60. Mən də cil variantını almışam. Bəli, burada əsas xırdalıq nədir? Baxın, bu istifadədir. Yəni ki, burada artıq kök altından çıxarırıq misalı. 25-dən kök çıxarırıq. Oradan da bizə qalır 5. Bu qalıbı həll edirsiniz. Belə mənlər. Artıq girəcək dərsimiz yekunlaşsa, hansı misalda yeni çətinlik çəksə, sualınız olsa, yəni buyurub deyə bilərsiniz, qrupa atarsınız, olduğunu bilir. Amma mütləq soruşun. Heç bir misalın üstündən keçməyin. Çalışacağım gələn dəfəki misalları sağ olun müəllim, gecəniz xeyir, çıxa bilərsiniz. Sağ olun müəllim, Sağ olun. gecəniz Gecəniz xeyir. xeyir. Sağ olun. Güzel. Sağ olun müəllim, xeyirə qarşı.